Səməd Vurğun meydanından bu evə rovno 300 metrdir. Salam əzizləyicilər, xoş gördük hər birinizi. Satışa çıxmış yeni həyət evimiz barədə sizlərə məlumat vermək istəyirik. Gördüyünüz həyət evi 4 otaqdan ibarətdir. 4 sot torpaq sahəsindədir. Səməd Vurğun meydanından bu evə rovno 300 metrdir. Kimsə 300 deyib 500 metr, 1000 metr məsafəyə gedir, gəlir. 300 metr məsafəsi var. Qapının ağzına kimi asfaltı var, qazı, suyu, işığı, hər bir şeyi tam qaydasındadır. Torpağında çıxarışı var. Qoşağı daşdan tikilib. Evin dörd bir tərəfində kolonu var, hətta deyərəm 6 kolonu var. Evin ortaları da, ev çox uzundur deyənə, ortalarında da kolonu var. 4 otaqdan ibarətdir. Kombi sistemi ilə təchiz olunub. Necə təchiz olunub? Kombi sistemi çəkilib, hamam tualet koridoru köplü poldur, isti pol döşənilib. Sadəcə olaraq aparatları quraşdırılmayıb. Aparatı ilə radiatorları quraşdırdın, hazırdır. 160 kvadrata yaxın ümumi sahəsi var evin. Ümumi satış üçün nəzərdə tutulmayıb tikilməyi. Şəxsi ev sahibi öz istəyi ilə özünə tikmiş evdir. Sadəcə olaraq fikir dəyişikliyinə görə təcili satışa çıxdı ev. Keçin evlə yaxından tanış olun, ətraflı məlumatını sizə verəcəm sonda. Bir daha qeyd edirəm, Mingəçevir şəhərinin tam mərkəzində Səməd Vurğun meydanı ilə burada 300 metr, tam 300 metr məsafəsi var. Asfaltı qapının ağzına kimi asfaltdır. Evin qazı var, suyu var, işığı var. Torpağın çıxarışı var. Çox adam indi burada fərqli fikirlər bildirəcək. Torpağın da çıxarışı var. Bütün kommunal sistemlər var. Kanalizasiyasına kimi çəkilib qoşulub. Sadəcə olaraq evin 20-15% işi qalıb. Daha ətraflı, maraqlı olub. Yaxından görmək istəyən əlaqə nömrəmizə zəng eləyib və yaxud da WhatsApp-ımız aktivdir. Zəng eləyib əlaqə saxlaya bilər. Diqqətiniz üçün çox sağ olun.